səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın Səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın Səsi YouTube kanalında Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun. Qarabağın Səsi verilişinin dəyərli izləyiciləri. Hər həftə olduğu kimi bu həftədə sizlərin görüşünə gəldik. Təbii ki, ən sevilən ifaçılarla sizləri salamlayacağıq bu həftədə. Elə ilk öncə istəyirəm Qarabağın Səsi verilişində İxtiyar müəllim sizi salamlayam. Daha sonra Xarı Bülbül ansamblını salamlayam. Xoş gördük deyirəm sizlərə və tamaşaçılarımızı da salamlayırıq. İxtiyar müəllim, xoş gördük. Bir daha axşamınız xeyir olsun əziz izləyicilərimiz. Hər həftənin birinci günü saatlar 22:00 göstərəndə öz vaxtını ayırıb bizləri gözləyən, izləyən əziz izləyicilərimiz. Xoş gördük sizləri. Hər zaman, hər həftə olduğu kimi bu həftədə gözəl səsə malik olan, bir-birindən gözəl, bir-birindən dəyərli ifaçılarla sizlərin görüşünüzə gəlmişik və vaxt itirmədən elə İlk ifaçımızı təqdimat edirək. 9-cu televiziya muğam müsahibəsinin diplomantı Aylin xanım İbrahimovanı dəvət edək. Yel toxundu yarpaqlara
Ay maşallah olsun. Çox sağ ol, var ol. Təşəkkür edirik Aylin xanım. Çox gözəl bir ifa. Hər zamanki kimi. Əlbəttə ki, müsabiqədə də biz sizi izləyirdik. Gözəl ifalarla yaddaşlarda qaldınız. Hətta toy şənliklərində də hər zaman sizin ifalarınız sevilir. Xoş gəlmisiniz bir daha. Keçin, əyləşin. Aylin xanım, xoş gəlmisiniz. İstəyirəm növbəti qonağımızı dəvət eləyək artıq. Çingizlə biz verilişinin qalibi, toylar kralı, regionumuzun sevilən ifadəsi Asif Ağayevi dəvət eləyirik. Dünya yola cəllət məni bir şad edə bilməz. Dünya yola cəllət məni bir şad edə bilməz. Hər cövrə dözər ah ilə fəryad edə bilməz. Yarın o qara telləyə bağlıdır könlüm. Yarın o qara tellə bağlıdır könlüm. Heç qüvvə məni bu qüvvədən azad edə bilməz. Ay aman ey, ay zalim aman ey. Yarın o dara tellə bağlıdır könlüm. Ey, 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 ey canım balam ah. Heç qüvvə məni bu qüvvədən azad edə bilməz. Məcnuna demə ki, Leyli üçün eyləmə fəryad. Məcnuna demə, Leyli üçün eyləmə fəryad. Əqli olan eşq əhlinə irad edə bilməz. Ay aman ey, ay canım aman ey. Elə bir məhəbbət istəyirəm ki, saralıb solmasın sonbahar kimi. Elə bir məhəbbət istəyirəm ki, köçəri olmasın durnalar kimi. Elə bir məhəbbət istəyirəm ki, yolunda nə boran, nə də qış olsun. Elə bir məhəbbət istəyirəm ki, haqqımı özünə qaytarmış olsun. Elə bir məhəbbət istəyirəm ki, bulaqdan saf olsun, göylərdən uca. Elə bir məhəbbət istəyirəm ki, unuda bilməyim ömrü boyunca. Unuda bilməyim ömrü boyunca. Ay bilsin ki bunu ya bütün alem məhəbbət elə şeydir. Bilsin ki ey bütün alem bunu məhəbbət elə şeydir. Heç elim layalim, heç elim layalim onu izah edə bilməz. Ay aman, aman aman, aman aydan, ay canım ay. Yığdım bu dünyanın varın dövlətin, əlimi aşırdım güzələ qaldım. Yığdım bu dünyanın varın dövlətin, əlimi aşırdım güzələ qaldım. Ayaq getdi əl gətirdi diş yedi.
savay gözələ qaldı. Nə qaldı ki nə qaldı, baxmaqdan savay gözələ qaldı. Nə qaldı ki nə qaldı, baxmaqdan savay gözələ qaldı. Ceylanına gəzirsən, dağı dolana dolana, nə çəkirsən ürəyimə, halı dolana dolana. Bala ceylana gəzirsən, dağı dolana dolana, nə çəkirsən ürəyimə, yara dolana dolana. Ahı dolana dolana, qalım dolana dolana. Ahı dolana dolana, qalım dolana dolana. Qalım dolana dolana, sensiz dolana dolana, qalım dolana dolana. Asif Ağayevin ifasında möhtəşəm bir mahnı dinlədik. Asif müəllim, bir daha xoş gəlmisiniz. İxtiyar müəllim, növbəti qonağımızı təqdim eləyək. Növbəti qonağımızı təqdim edək, amma qonağımızı təqdim etməmişdən öncə sponsorlarımız haqqında bir məlumat verək. Baş sponsorumuz, verilişimizin baş sponsoru Alsı Mol Ticarət Mərkəzi, Ağcabədi Ağdam şosesində, Şərəfxanlı kənd ərazisində, orta məktəb ilə üzbəyət, gözəl bir məkanda yerləşən Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü veririk. Növbəti sponsorumuz Ayşığı Ailəvi İstirahət Məkanı. Gözəl atmosferin bir araya gəldiyi xüsusi bir məkan. Xidməti çox mehriban və rahat. Ayşığın restoranının müdürü olan Anar müəllimə xüsusi təşəkkürümüzü bildiririk ki, İxtiyar müəllim bugün bu gözəl məkanda bizlər üçün də belə gözəl şərait yaradıb. Anar müəllim, təşəkkür eləyəzdim. Təşəkkürümüzü bildiririk və növbəti qonağımızı dəvət edək. Afşar elinin sevilən sənətkarı, regionumuzun ən gözəl populyar müğənnilərindən biri olan sevilən müğənnimiz Qar Yağdı Afşaroğlu'nu dəvət edək. Keçedir qaydır yurda, siz de dönəsiz, ay garip oğlanlar. Rusya'nın garip kucağı, orada ne yana var ne de kibacı.
Vətən qucağı, Azərbaycan qucağı, ey qərib oğlanlar, qərib oğlanlar. Vətəndən uzaqda yaşayanların vətən həsrəti ilə qəlbi döyünür. Vətəni qəlbinə həkk edənlərin vətəndə həmişə yeri görünür. Nə qədər gəzsən də aranı, dağı, qürbətdən heç kəsə vətən olmayıb. Nə qədər sevsən də vətəni, eli, vətəni sevənlər unudulmayıb. Gecesi yolun dönmesi, anıya müjdedir, bacıya müjde ey garip olanlar. Garip olanlar, garip olanlar. Özüm vətən yaxşı, yayməyə kətən yaxşı. Gəzməyə qərib ölkən, gəlib qalmağın Azərbaycan vətən yaxşı. Aman ata dedim yüreğim yaralandı, ana dedim ciğerim paralandı. Ata dedim yüreğim yaralandı, ana dedim ciğerim paralandı. Kalbim odlandı, gözüm yaşardı evimize dönende. Kalbim odlandı, gözüm yaşardı yurdumuza dönende. Temeli bol olaydı, bir yanı da olaydı. Temeli bol olaydı, bir yanı da olaydı. Atam sağ olaydı, anam sağ olaydı evimize dönende. Sağ olaydı, anam sağ olaydı evimize dönende.
evimizə dönəndə atam sağ olaydı, anam sağ olaydı evimizə dönəndə. Təşəkkür edirik Qaryağdı mənim. Bir daha xoş gəlmisiniz deyirəm. Buyurun əyləşin. Xoş gəlmisən Qaryağdı. Həmişə bax belə verilişlərdə gözəl ifalarının şahidi olaq və studiyamıza zəng var. Studiyamıza zəngimiz var. Zəngimizi qoşaq, qonağımızı salamlayaq. Bəli. Alo, salam aleyküm. Aleyküm əssalam. Özünüzü təqdim edin, xahiş edirik. Rzayev Zahar Ağcabəd rayon Hindak qəsəbəsi. Hə, xoş gördük Zahar qardaşımız. Səsiniz belə zəif gəlir. Ona görə işitə bilmirəm. Bir balaca. Hə, buyurun, siz danışın, biz sizi qəşəng geçdirik. Buyurun. Sizin studiyanı salamlayıram, Aylin xanımı salamlayıram, İxtiyar müəllimi salamlayıram, izləyirik, çox xoşumuza gəlir. Allah var eləsin. Təşəkkür edirik. Hindak qəsəbəsindən Rzayev Zahar. Bəli, sizin qəsəbədən də hələ hal-hazırda qonağımız var, Aylin xanım. Yəqin ki, elə Aylin xanımı efirdə görüb zəng etmişsiniz. Burada yoldaşlar var, onlar da dəstəkləyir. Çox sağ olun, var olun. müəllimdir, Şən müəllimdir. Bunlar hamısı sizin bu dəstəkləyir. Allah canını sağ eləsin. İxtiyar müəllim başda olmaqla hamını da salamlayırıq. Təşəkkür edirik, çox sağ olun, var olun deyirik və Hindak qəsəbəsi 42 qəhrəman şəhidi olan, bir milli qəhrəmanı, bir vətən qəhrəmanı olan qəhrəman bir qəsəbənin sakini. Çox sağ ol, Zahar, zənginizə görə təşəkkür edirik. Çox sağ ol. Hə, əziz izləyicilərimiz, istəyirəm ki, verilişimizdə bir neçə təbriklərimiz var. İxtiyar müəllim, onları səsləndirək. Elə ilk olaraq, ilk təbrikimizi səsləndirək. Ağcabədi rayon Şərifxanlı kəndindən İbrahimov Sadiqin övladı hərbi xidmətdən gəlib, hərbi xidmətini başa vurub. Təbrik edirik, toy gününü qeyd eləyəsiniz inşallah deyirik. Növbəti təbrikimi də səsləndirmək istəyirəm. Verilişimiz adından bizim üçün dəyərli olan bir insanın da ad gününü bugün verilişimizdə qeyd edək və hamımız birlikdə təbrik eləyək. Bugün Xarabulbir ansamblunun nağara ifadəsi olan Qasımov Məhəmmədin ad günüdür. Məhəmməd, təbrik eləyəzim səni. Bütün kollektivimiz adından, Xara Bülbül adından, Qarabağın Səsi verilişinin bütün əməkdaşları adından sizi təbrik edirəm. Ad gününüz mübarəkdir deyirik. İlviyə xanım, bir təbrik edək. Bizim rejissorumuz Samir Şuşalının övladı, İslamın da bugün ad günüdür. Təbrik edirik. Balaca İslamı bütün kollektivimiz adından təbrik edirik. İslam ad günü mübarək dəzdim. Və keçid alaq qonaqlarımızdan xeyir-dua eşitməyə. İlk öncə icazənizlə xanım qonağımız bir dənə. Bəli, Aylin xanım eşidəcəyik ilk öncə. Hə, Aylin xanım, bir daha xoş gəlmişsiniz. İstəyirəm tamaşaçılarımızı salamlayasınız. Aylin xanım açılışda gözəl bir musiqi ilə tamaşaçılarımızı salamladı. Bir daha belə salamlasın tamaşaçılarımızı. Verilişimizin də elə xeyirli olsunun Aylindən də eşidəcəyik. Buyur əzizim, bir daha xoş gəlmişsən. Xoş gördük, hər bir kəs salamlayıram. Bizi izləyən hər kəsə təşəkkür edirəm. İxtiyar müəllimə də sizə də böyük təşəkkürümü bildirirəm dəvətiniz üçün. Çox sağ olun, var olun. Xeyirli olsun verilişiniz, inşallah uğurlu olsun. Təşəkkür edirəm əzizim, bir daha xoş gəlmişsiniz deyirəm. Və növbəti qonağımızdan Asif müəllimə söz verəcəm. Asif Ağayevin xeyir-duasını eşidəcəyik, xoş sözlərini eşidəcəyik. Asif Ağayev salamlayacaq tamaşaçılarımızı. Asif müəllim, xoş gəlmişsiniz. Çox sağ olun. İlk öncə mənə söz verinizə görə axşamınız xeyir olsun. İxtiyar müəllim, sizi salamlayıram. Gözəl aparıcımız xanımızı salamlayıram. Ansamblumuzu salamlayıram, var olsun. Digər həmkar yoldaşımız. Qardaş balası xoş gəlib Aylin xanım. Qaryağdı qardaş, xoş gəlmişsiniz. Vallah nə deyib, uğurlu xeyirli olsun. Günü-gündən baxımlıdır, həqiqətən. Mən deyirəm ki, bütöy Azərbaycanımız, Azərbaycanımızdan kənarda olan hər kəs bu verişi izləyir, sevə-sevə baxır, baxımımız uğurlu olsun, xeyirli olsun. Çox sağ olun ki, bu günlərimdə bizi bura dəvət eləmişsiniz. Təşəkkür edirəm, var olasınız. Xoş gəlmişsiniz. Çox sağ olun. Buyurun, Qaryağdı müəllim, sizi də salamlayıram bir daha. Xoş gəlmişsiniz. İstəyirəm siz də tamaşaçılarımızı salamlayasınız. Buyurun. Çox sağ olun dəvətiniz üçün. Mən İxtiyar müəllimə təşəkkür edirəm. Verilişiniz xeyirli olsun, uğurlu olsun.
Nə deyim, Allah xeyir versin. Tamaşaçılarımıza bizi izləyən bütün tamaşaçılarımızı salamlayıram. Var olun, sağ olun. Teşekkür Dəvətiniz üçün edirik. Təşəkkür. Qaryadı, değerli kardeşimiz, sen bizim için değerlisən, eləcə də qonaqlarımızın hər birisi. Amma Afşar eli adı gələndə ilk olarak yadıma ustadım Şöhlət Afşar düşür. Böyük şairimiz. Allah rəhmət eləsin, ruhu şad olsun. Və böyük sənətkarımız, Qarabağımızın gözəl xanədəsi Ataman Afşaroğlu'nun ruhu şad olsun. Siz də onun yetirməsisiniz. Ustadımızdır. Onu da deyim ki, İxtiyar müəllim, yəni sizi Afşar eli çox istəyir. Allah sizi var eləsin. Allah dünyasını dəyişən ustadlarımıza rəhmət eləsin. Yerdə qalan ustadlara can sağlığı və ansambla uğurlar arzulayıram. Və mənim üçün doğma olan bir ansambl da var idi ki, bir yerdə çalışmışıq. Allah rəhmət eləsin, Nofər Süleymanovun ruhu şad olsun. Oğlun görəndə ürəyimiz açılır. Allah sizlərə ömrü versin ki, elə hər məclislərdə, tədbirlərdə mən şahid oluram ki, ustadınızın adını çəkirsiniz. Borcumdur. Çünki o mənə həm əmi olub, həm ustad olub, həm də dost olmuşuq. Allah ruhunu şad eləsin, Allah evladı zaur var eləsin. Və mənim iki ustadım da var Afşar elində, bəhrələndiyim şairlərimiz Zahid Eloğlu, Eyvaz Afşar, gözəl şairlərimiz növbəti verilişlərimizdə böyük şairlərimizin hər ikisi verilişimizdə qonaq olacaqlar inşallah və Xarı Bülbül ansamblı. Rüfət Bayramov, gözəl müşayiət, gözəl ifalar. Sizinlə qürur duyuram, fəxr edirəm. Həqiqətən də elə o ada layiq ifalar edirsiniz. Təşəkkürümüzü bildiririk. Bəli, İxtiyar müəllim, istəyirəm Aylin xanımın ifasında növbəti bir mahnını eşidək. Aylin xanım, buyurun, növbəti mahnını səsləndirəcək Aylin xanım tamaşaçılarımız üçün.
Teşekkürler. Aylin, çox möhtəşəm, çox gözəl. Ülviyə xanım bilirsiniz mənə nə dedi? Bilmək istəyirsən? Ülviyə xanım deyir ki, Aylin xanımı dəstəyə götürək. Bizim ansamblla, bizim kollektivlə elə el şənliklərinə dedim baş üstə. Əla olar. Ha, ansambl, Rüfət müəllim. Əla. Və artıq bizimləsən. Buyurun Haniyə xanım, əyləşin. İndi isə Xarı Bülbül ansamblının ifasında möhtəşəm bir ifa eşidək. Növbəti ifamızı Asif Ağayevin ifasında işləyəcəyik. Asif bəy, sizdən gözəl bir ifa eşidək. Buyurun. Çox sağ olun. İxtiyar müəllim, mən bir də bir söz qeyd edeyim. Ülviyə xanımla həqiqətən çox toylarda olmuşuq. Maşallah olsun. Çox gözəl xına aparır. Öz elə xına aparır ki, yəni ki, onları bütün nə qədər qoxumda əqrəbədə insanlar varsa, o pulun hamısını xanada qoyur. Bunun özünün gözəl səsinə görə. And ol Allaha. Həqiqətən işinizdə uğurlu olsun Ülviyə xanım. Şəxsən fəxr edirəm mən. Təşəkkür ederim Asif bəy. Buyurun. Məni sevdaya salan nazlı pərizadə deyil. Məni sevdaya salan nazlı pərizadə deyil. Salsın o günləri nə olar bir yadə deyil. Bir zamanlar o benim könlümü almıştı yala. Bir zamanlar o benim könlümü almıştı yala. İndi öz könlünü ne için verdi ya dedeyin, ya dedeyin, ya dedeyin.
sındırmağım canan sanmasın bir hüner. Könlümü sındırmağım canan sanmasın bir hüner. Yaxşılıq yaxşıdır ancaq qoca dünyada deyil. Güllərin bülbüllərin soldurur bağda xəzan. Bir gün biz solarıq, savrularıq, gedərik badə deyil. Oxu Asif, qoy alışsın ürəyim. Yada düşsün nakam arzu diləyim. Ömrü boyu qəm qoxuyub çörəyim. Sözlərini kəlmə-kəlmə tarədir. Oxu Asif, oxu, zəmin xarədir. Zəmin xarə muqamların şahıdır. Dərd əhlinin naləsidir, ahıdır. Arif olanların qəm dəstgahıdır. Söz qanana eylə bir işarədir. Oxu Asif, oxu, zəmin xarədir. O nalədir, o fəryaddır, o qəmdir. O ağıdır, bayatıdır, matəmdir. O zülümdür, o cəfadır, sitəmdir. Ürəyimi eylə parə-parədir. Oxu Asif, oxu, zəmin xarədir, ay Asif. Zəmin xarə ah nalədir, kədərdir. Az qananın bu dünyada nə dərdi? Dünya baqi, insan gəldi gidərdi. Yox Məmmədin dərdlərinə çarədir. Oxu Asif, oxu, zəmin xarədir. İndi dəyərim yox, bəlkə sənin üçün qədrimi biləndə gec olacaq ki. Bir soyub otaqda, o dörd divarda. Bir soyub otaqda, o dörd divarda. Dərdini beləndə gecə olacaq ki. Bir soyuq otaqda, o dörd divarda. Dərdini beləndə gecə olacaq ki. Ya Rəbb görəm o dilbərim necə oldu. 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 Sahili axtaran gəmi kimi zili itən səsini dəli kimi. Sahili axtaran gəmi kimi zili itən səsini dəli kimi. Məni qınamayım dəli kimi. Məni qınamayım dəli kimi. Allah Allah o dilbərim necə oldu. Ya Rəbb görəm o dilbərim necə oldu. Ya Rəbb görəm o dilbərim necə oldu. Ya Rəbb görəm o dilbərim necə oldu. Hey
Gözəl ifaya görə çox sağ ol Asif. Təşəkkürlər. Buyur əyləş və növbəti qonağımıza bir gözəl bir ifa eşidək. Qar yağdı Afşaroğlu'nu dəvət edək. Sonra ansamblla bir dənə də bir solo istəyəcəm. Amma mən deyəcəm, seçimi edəcəm hansı mahnı, hansı musiqi olsun. Çünki mən hər dəfə ansamblın xəbəri olmadan bir musiqi deyirəm də. İndi deyəcəm kimin ifasında hansı musiqini istəyirəm. Qar yağdı qardaşımızın ifasından sonra. Buyur qar yağdı. Və qar yağdı Afşaroğlu, mən xatırlayıram, sənin məşhur edən, sevildiən bir mahnı var ki, o səhv etmirəmsə, Su Gələr mahnısı idi də. Bəlkə onu ifa eləyəsən. Olar. Buyur onda. Ellisi de
Fərhadı Afşaroğlu, Fərhad Hüseynoğlu. O birisi aləti götür, xahiş edirəm. O birisi aləti götür və Ülviyə xanım, Fərhad Hüseynoğlu'nun bir ifasını eşitdim. Sən gəlin köçən gün. Bax, o ifanı istəyirəm. Götür, xahiş edirəm. Ansambldan bir ifa eşitək, amma sponsorlarımız haqqında bir məlumat da, qısa olsa bir məlumat deyək. Sonra yekunda ansambldan gözəl bir ifa eşitək. Ondan sonra sizlərlə sağollaşırıq. Hər həftənin birinci günləri saatlar 22:00 göstərəndə əlbəttə ki, bizləri izləməyə davam edin. Gözəl qonaqlarla sizlərin görüşünüzə gələcəyik. Baş sponsorumuz Alçı Mol Ticarət Mərkəzi, Ağdam, Ağcabədi şosesində, Şərəxanlı kənd ərazisində, tam orta məktəblə üzbəüz gözəl bir məkanda yerləşən Alçı Mol Ticarət Mərkəzinin bütün rəhbər işçilərinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk. Əlbəttə ki, növbəti sponsorumuzu həmkarım Ülviyə xanım səsləndirəcək. Buyursun. Növbəti sponsorumuz Ayşığı Aləvi İstirahət Məkanı. Ayşığı Aləvi İstirahət Məkanının rəhbəri Anar müəllimə təşəkkür edirəm ilk öncə ki, bizlər üçün, bizim kollektivimiz üçün belə gözəl şərait yaradıb. Ayşıq haqqında o qədər gözəl, o qədər xoş, ürəyatan sözlər səsləndirə bilərik. Sadəcə olaraq elə istəyirəm ki, qısa məlumat verim. Gözəl atmosferin bir araya gəldiyi xüsusi bir məkan, xidmətdəki çox mehriban, mühit isə olduqca rahatdır. Bir daha Ayşığı Aləvi İstirahət Mərkəzinə təşəkkürümüzü bildiririk. Əzizlərimiz, artıq verilişimizin sonuna gəldik. Sizlərlə bu həftəlik sağollaşırıq. Gələn görüşlərə də hələlik deyirik. İnşallah gələn həftədə daha gözəl, hər zamanki kimi ən sevilən, seçilən ifaçıların dəvəti ilə yenidən görüşünüzə gələcəyik. Dağlar öz zirvəsin qarlı axtarır. Bağban öz bağların barlı axtarır. Varlı da özünə varlı axtarır. Kasıbda kim görüb varlının qızın? Nə sən günahkarsan, nə mən ay qızım. Heç peşman kimi əymə başını, anlamırsan kimi çatma qaşını. Sənə inanmıram, tökmə yaşını. Kasıbda kim görüb varlının qızın? Nə sən günahkarsan, nə mən ay qızım. Atlasdan, qumaşdan olur giydiyin, bahalı qablarda gəlir yediyin. Nağıllarda olur o sən dediyin. Kasıbda kim görüb varlının qızın? Nə sən günahkarsan, nə mən ay qızım. Qoymaram varınız vüqarı məyə, saf sevgi gəzdirəm bu qəlbə dəyə. Axı kim inanar bu möcüzəyə? Kasıbda kim görüb varlının qızın? Nə sən günahkarsan, nə mən ay qızım. Bəlkə başqasına ümid olaram, bəlkə başqasına ümid olaram. Qədrimi bilənin olub qalaram. Gedib özüm kimi kasıb alaram. Kasıbda kim görüb varlının qızın? Nə sən günahkarsan, nə mən ay qızım. Yolun açıq olsun, get məndən ayrı. Saçımı istərəm mən dəndən ayrı. Dönməz də sevilər, bil səndən ayrı. Kasıbda kim görüb varlının qızın? Nə sən günahkarsan, nə mən ay qızım. Gözəl bir ifa gəlsin, gecəniz xeyrə qalsın deyirəm. Sağ olaşıram sizlərlə. Ansambldan gözəl bir ifa eşdirik və növbəti görüşlərə qədər.